Salam. Bugün dərsimiz olacaqdır 8-ci sinif 1-ci hissədən ümumiləşdirici tapşırıqlar. Baxırıq, birinci sualda deyilir, insan ürəyinin şəklinə əsasən verilmiş sualları cavablandırın. A-da verilib A, B, C, D, Y, F hərfləri ilə hansı strukturlar işarə olunmuşdur? Baxırıq. A, sol aorta qövsü, B, sağ qulaqcıq, C, sağ mədəcik, D, ağciyər arteriyası, Y, sol qulaqcıq, F isə sol mədəciyin təsviridir. Baxırıq B-yə. B-də deyilir, aypara qapaqlar hansı strukturlar arasında yerləşir? Bildiyiniz kimi, aypara qapaqlar mədəciklərlə arteriyalar arasında yerləşir. Mədəciklər arteriyalar arasında yerləşir. C-də ağciyər dövranı hansı strukturda başa çatır? Ağciyər dövranı, bax, Y hərfi ilə göstərilibdir. Sol qulaqcıqda başa çatır. D-də taylı qapaqlar hansı strukturlar arasında yerləşir? Taylı qapaqlar sağ qulaqcıq, sağ mədəcik və sol qulaqcıq, sol mədəcik arasında yerləşir. Yəni B ilə C arasında, Y ilə F arasında yerləşir. Y-də deyilir, böyük qan dövranı hansı strukturdan başlayır? Böyük qan dövranı F hərfi ilə işarə olunubdur. Sol mədəcikdən başlayır. F-də soruşulur, hansı strukturda arterial qan olur? Arterial qan olacaqdır. A hərfi ilə işarə olunan sol aorta qövsündə, Y hərfi ilə işarə olunan sol qulaqcıqda, F hərfi ilə işarə olunan sol mədəcikdə və burada hərflə qeyd olunmayıbdır. Bu gördüyünüz, bax, xətt çəkirəm, bu, bir də bu, sol və sağ ağciyər venalarında da arterial qan mövcuddur. Keçirik ikinciyə. İkincidə deyir, sxemdəki məlumatlardan istifadə edərək qan qruplarını müəyyənləşdirin. Yəni, hansına aiddir? Birinci, ikinci, dördüncü qrup, onu müəyyən edəcəyik. Bildiyiniz kimi, əgər dərsdə də öyrənmişdik, buna diqqətlə qulaq asın ki, bax, bu əsasdır, yadınızda qalsın. Əgər eritrositlərdə aglutinogen varsa, məsələn, A agglutinogen varsa, qan plazmasında anti-A ola bilməz. Və yaxud da ki, eritrositdə B agglutinogen varsa, qan plazmasında anti-B ola bilməz. Onlar bir yerdə olarsa, agglutinasiya baş verir. İndi deyir ki, eritrositlərin membranında A agglutinogen var. A agglutinogeni bildiyiniz kimi həm ikinci qan qrupunda, həm də dördüncü qan qrupunda təsadüf olunur. Baxırıq, deyir, A agglutinogeni var. Bəli. Qan plazmasında anti-B agglutinini var. Deməli, deyir ki, bəli, deməli, bu olacaqdır ikinci qan qrupu. Bircə dəqiqə. Buraya yazacaq ikinci qan qrupu. Bildiniz? Deməli, bir də təkrar eləyirəm. Eritrositdə A agglutinogen varsa, plazmada anti-B olduğunu qeyd edirik. Bəli deyir, bu olacaq ikinci qan qrupu. Və mən qeyd elədim ki, A agglutinogeninə həm də dördüncü qrupda rast gəlmək mümkündür.
Deyir ki, var A qlutinicini eritrositdə, bəli. Anti-B qlutinini deyir, varmı? Yox, xeyr, yoxdur. Onda orada olacaqdır B qlutinini. Yəni, qan plazmasında yox, eritrositdə B qlutinini olacaqdır. A-la B bir yerdə olanda, bax bu A-la agglutinin A və agglutinin B bir yerdə olarsa, dördüncü qan qrupu olacaqdır. Dördüncü qan qrupu olacaqdır. Baxırıq sonra bircə dəqiqə bunu düzəldim. Deməli, bax, fikir verin, bu burada yanlış getdi. Baxırıq növbətiyə. İndi deyir ki, aşağıdakı oxda eritrositlərin membranında A agglutinicini vardır, deyir, yox. Yəni, burada A agglutinicini yoxdursa, onda olacaq burada agglutinigin B. Agglutinigin B. Agglutinigin B varsa, qan plazmasında anti-B ola bilməz. Deyir ki, bax, fikir verin, qan plazmasında anti-B agglutinigini yoxdur. Deyir, bəli, yoxdur. Onda, deməli, qoy bunu yuxarıcan silim, sonra qarışdırarsınız. Təkrar eləyirəm. Eritrositin membranında A agglutinigini vardır, deyir, yox. Yoxdursa, onda B agglutinigini ola bilər. Və biz də qeyd eləmişik ki, anti-B ilə B birlikdə ola bilməz. Deyir ki, yoxdur, deyir, yəni B yoxdur. Anti-B yoxdur, onda burada olacaqdır. Üçüncü qan qrupu. Maraqlı bir sualdır. Çox xoşuma gəldi bu sual mənim. Diqqətlə qulaq assaz, sizə də aydın olacaq. Keçirik növbətiyə. Bu B-ni silim. Agglutinigin B day bizə lazım olmayacaq. Deməli, baxırıq növbətiyə. A agglutinigini deyir, yoxdur. Yaxşı, olmasın. Qan plazmasında anti-B agglutinigini yoxdur, deyir, xeyr, var. Yəni, bu deməkdir ki, bu var. Bildiyiniz kimi, onda burada olacaq anti-I. Anti-A. Deməli, əgər qan plazmasında anti-B və anti-A mövcuddursa, onda orada agglutinigin AB olmayacaq. Olacaq burada birinci qan qrupu. Bax, gördünüz. Fikir verin, qan qruplarını müəyyən elədik. Burada ən maraqlı sual. Növbəti, o bunlar da maraqlıdır. Baxırıq növbəti. Qrafikə əsasən uyğunluğu müəyyən edin. Bildiyiniz kimi qan təzyiqi ən yüksək olur arteriyalarda, iri arteriya damarlarında. Arteriya, deməli, X olacaqdır C. Sonra, qan təzyiqi arteriyaya baxanda nisbətən az olur. Yəni, aşağı olur qan təzyiqi. Y ilə ifadə olunubdur. Orada da bax, B ilə işarə olunubdur. B. Bura yazıram B bəndi. Z isə qan təzyiqi ən aşağı olan mübadilə prosesləri baş verən kapillyar damarlardır. Kapillyar damarda A hərfi ilə işarə olunub. Bura qeyd edirəm A. Növbəti sualımıza baxaq.
Dördüncü sualda deyilir hansı ifadələri şəkildəki canlıların hər ikisinə aid etmək olar. Bax, şəkildə verilibdir. Anadonta və çərkənin təsviri. İndi deyir ki, bunların hər ikisi ilə aid olan, ortaq olanları qeyd eləyin. Birinci, qanı bədən boşluğu mayeəsi ilə qarışır. Bildiyiniz kimi, həm anadontada, həm də çərkədə açıq qan dövranı mövcuddur. Ona görə də bədən boşluğu mayeəsi ilə qarışır. İkincidə, vena damarları yoxdur. Bildiyiniz kimi, boğmayaqlarda çərkə də boğmayaqlara aiddir, həşəratlar sinifinə aiddir. Onlarda vena damarı yoxdur. Düzdür, götürmürük. İkisinə aid deyil də, yəni ona görə. Üçüncüdə soruşur, hansı hüceyrələrdə qanı hüceyrələrə qidalı maddələr daşıyır. Bilirik ki, qanın başlıca funksiyaları həmi qazlar mübadiləsində iştirak eləməkdir. O, burada deməli, cücülərdə olmadığına görə qidalı maddələr daşıma hər ikisində var. Qanın əsas funksiyalarından biri. Götürürük. Arteriya və kapillər damarları yoxdur. Gördüyünüz kimi arteriya damarları var. Kapillər damar anadontada var. Ona görə ikisinə ortaq deyil. Beşinci, qanı ürək və damarlardan ibarət qapalı dövrü ilə hərəkət edir. Qeyd elədik ki, qapalı deyil, hər ikisində açıq qan dövranı mövcuddur. Yəni 1 ilə 3 olacaq, ikisinə ortaq. Beşinciyə baxırıq. İnsanda qanın laxtalanmasını təmin edən hüceyrələr haqqında hansı fikir doğrudur? Hər iki tərəfdən basıq disk formasında, bu eritrositdir. Yalançı ayaqlara malik nüvəli hüceyrə, bu leykositdir. Qırmızı sümük iliyində yaranır. Bu aiddir. Trombositlər qırmızı sümük iliyində yaranır. Deyilir, yad cisimlərin zərərsizləşdirilməsində mühüm rol oynayır. Bu da yenə leykositlərə aiddir. 6-cı sualımıza baxaq. Qan dövranı sxeminə əsasən yanlış olanları. Biz yanlış olanları düz kimi götürəcəyik. Burada birinci də deyilir 1 və 2 vena damarıdır. Bax, 2 vena damarıdır. Amma buna bax, bu 1 ilə işarə olunan ağciyər arteriyasıdır. Odur ki, bu elə yanlışdır. 3. İkinci də deyilir 3 kiçik qan dövranıdır, doğrudur. 4 böyük qan dövranıdır, bu da doğrudur, o üçün götürülmür. 4-cüyə baxırıq, 5 və 8 kapillər damarlardır. 5, bu da 8, doğrudur, götürülmür. 6, 7 arteriya damarıdır. Baxırıq 6-ya, 6-da bax gördüyünüz kimi ağciyər dövranında ağciyər venaları ilə arterial qanın sol qulaqçığa gəlməsi göstərilibdir. Ona görə də bu yanlışdır. Qapalı qan dövranıdır. Bəli, qapalı qan dövranıdır. Çünki damarlarda qan dövr eləyir. Kənara çıxma, bədən boşluğuna açılma yoxdur. 7-cidə sürünənlər sinifinə aid olan canlılarda rast gəlinə bilər. Bəli, timsahlarda mümkündür. Bu da doğrudur, ona görə götürülmür. Bu qədər. Sağ olun.